bəylər, xanımlar, əziz dostlar, hamını salamlayıram. Bugün əlamətdar bir hadisə baş verir. Nəzərinizə çatdırım ki, Milli Şuranın YouTube kanalı açılır və biz çalışacağıq ki, bu kanal vasitəsilə hamını narahat edən, ağrıdan, problemləri əks etdirən verilişlər sərgiləyək. Bugünkü, yəni ilk verilişimizə mən Milli Şura Koordinasiya Mərkəzinin bir qrup üzvünü dəvət elədim. Gələn verilişlərimizdə yəqin ki, digər bugün iştirak edəməyən bizim yoldaşlar da iştirak edəcək. O cümlədən çox təəssüf ki, Milli Şuranın sədri Cəmil müəllim ezamiyyətdədir, bugün iştirak edə bilmədi, xaricdədir, bəli. Amma əlaqə saxlayıb və bizim demək, bu addımımızı təqdir edir. Yəni ki, yaxın günlərdə o da iştirak edəcək bizim verilişdə. Bugün Azərbaycanda azad sözə, ifadə azadlığına görünməmiş bir baskı var. Yəqin ki, heç kəsə sir deyil ki, gözümüzün önündə neçə saytlar bağlandı, kütləvi informasiya vasitələrinin orqanları, elə bizim Azadlıq qəzetimiz. Bu, çox, belə deyək də, pis bir ənənə halını almağa başlayır. Və bəlkə də bizim kanal da, bizim bax, bu YouTube kanalımız da bu boşluğu doldurmaq üçün ərəsiyə gəlir. Hamımız bugün çox adamlar həm sosial şəbəkələrdə, həm kütləvi informasiya vasitələrində tez-tez belə bir fikrə rast gəldik ki, bu insanlar öz sözünü demir, nə isə tələb eləmir, səsi çıxmır və s. Hələ vaxtında bizim özümüz də yazmışıq. Amma mən hesab edirəm ki, bu yanlış yanaşmadır. Bugün vəziyyət elədir ki, hamı öz sözünü deyir. Hamı narazıdır. Mövcud vəziyyətdən hamı narazıdır. Həm siyasi, iqtisadi, psixoloji və sosial və digər sahə hamı narazıdır. Hamı danışır. Danışmayan yoxdur bugün. Sadəcə bu danışığı bir məcraya yönəldən, elə bir ki, bir çay axır, o çayın surətindən onu müəyyən bir enerjiyə çevirən belə bir təşkilat lazımdır və bu təşkilat qarşınızda oturur. Bir sinergetik enerjiyə çevirən bir təşkilatdır ki, tam səmimi surətdə, ləyaqətlə öz çiyninə mübarizəni götürür və bizim indi açılan, yeni açılan kanalımız da mənə elə gəlir ki, onun devizi olmalıdır ki, həqiqət, vicdanlı münasibət və problemləri, təbii ki, problem, yeri gəlmişkən, problem nədir? Problem həlli mümkün olan məsələdir. Həlli mümkün olmayan problemin adı artıq problemdir, faciədir. Və Azərbaycan bu cür sözə qarşı, demək, ifadə azadlığına qarşı baskı edirsə, demək, biz bugün az qala faciə qarşısındayıq. Mən istərdim ki, bugün hər birimiz həm açılan kanal haqqında danışsın, həm Milli Şuranın, belə deyək də, baş verən hadisələrə öz münasibətini bildirsin. Mənim sağ tərəfimdə, elə bilməyin ki, solaqayam, mənim sağ tərəfimdə Azərbaycanın ən ləyaqətli simalarından biri, Xalq Cəbhəsinin sədri və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hörmətli Əli Kərimlidir. Mümkünsə, buyuruz. Təşəkkür edirəm Eldəniz bəy. Həmvətənlərimizi salamlayıram. Hər vaxtınız xeyir olsun. Gerçəkdən də mühüm bir hadisə baş verir. Cəmiyyətin susturulduğu bir zamanda, buna hökumət tərəfindən cəhd edilən bir zamanda Milli Şura yeni bir layihə ilə gəlir. YouTube-da internet televiziyası açırıq, öz kanalımız olacaq. Vaxtaşırı olaraq bu YouTube kanalı vasitəsilə Milli Şuranın rəhbərliyi, Azərbaycandakı ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyətinin fəalları, ekspertlər sizin qarşınızda çıxışlar edəcəklər. Biz ölkədə baş verənlərə münasibətimizi bu kanal vasitəsilə də sizlərə çatdıracağıq.
Hal-hazırda isə ölkədə çox dəhşətli hadisələr baş verir. Bir anlıq təsəvvür edin ki, evinizə quldur gəlib. O neyniyəcək? Evi çapıb talamaqdan ötürü. İşıqları söndürəcək, qapıları bağlayacaq, qışqırıb kömək istəyən adamların ağızlarını bağlayacaq və öz quldurluğunu edəcək. Bax, ölkəmiz də həmin vəziyyətdədir. Ölkəmizi korrupsionerlər idarə edir. Ona görə də bütün haqq deyən dilləri susturmağa çalışırlar, bütün danışan dilləri susturmağa çalışırlar. Həbs eləməklə, ölkədən didərgin salmaqla, fiziki mənəvi terrorla, bunların heç biri olmayanda təzyiqlərlə, daxili senzura yaratmaqla insanları həqiqəti deməkdən çəkindirməyə çalışırlar. Belə bir zamanda biz yaşayırıq. Belə bir zamanda isə biz başa düşməliyik ki, indi artıq susmağın qızıl olduğu zaman deyil. İndi artıq danışmağın qızıl olduğu zamandır. Mövqe bildirməyin qızıl olduğu zamandır. İndi o baxımdan biz zərurət duyduq ki, Milli Şura sıradan çıxarılan müxtəlif informasiya vasitələrinin heç olmasa bir qisminin yerini doldursun. Heç olmasa bir qisminin yerini doldursun və yeni informasiya vasitələri yarada bilsin. Belə bir məqamda Milli Şura öz YouTube kanalını açır. Çünki biz susmaq niyyətində deyilik. Ölkəmizin yağmalandığı bir şəraitdə, var dövlətimizin talan elədiyi bir şəraitdə, ölkənin ləyaqətli insanlarının şərlənərək, həbs edilərək, həbsxanalarda çürüdüldüyü, özünü öldürmə həddinə çatdırıldığı bir zamanda biz susa bilmərik. Biz vətəndaşlarımızın hansı suçu törətməməsindən asılı olmayaraq məhkəməsiz, konstitusiyaya zidd, güllələndiyi, öldürüldüyü, xəlvətcə dəfn edildiyi bir şəraitdə susa bilmərik. Biz ölkəmizdə azad mətbuatın tamamən məhv edildiyi, bütün televiziyaların, qəzetlərin, hətta nüfuzlu saytların nəzarətə götürüldüyü bir şəraitdə də o internet imkanlarından heç olmasa istifadə edərək həqiqətləri sizə deyəcəyik. Biz danışmaqda davam edəcəyik. Biz həqiqətləri tirajlamaqda davam edəcəyik və vətəndaşlarımızın ləyaqətinə ümid edərək, onlara güvənərək bu prosesi aparacağıq. Biz əminik ki, bu ölkədə dəyişiklik istəyən çoxlu sayda insanlarımız var. Onlar bütün vasitələrlə imkan tapacaqlar ki, bizə bu yolu, bu çətin yolu, ləyaqətli yolu addımlamaqda davam edən istənilən vətəndaşımıza dəstək olsunlar. Xeyirli uğurlu olsun. Ümid edirəm ki, bundan sonra da bizim proqramlarımızda yalnız və yalnız həqiqət danışılacaq. Sən yanmasan, mən yanmasam, biz yanmasaq nasıl çıxar qaranlıqlar aydınlığa? Bu cəmiyyətimizi, toplumu, ictimaiyyəti qaranlıqdan işıqlığa çıxartmağa cəhd edən hörmətli simalardan biri də Gültekin xanım. Gültekin xanım, çox istərdim ki, siz də öz fikrinizi deyəsiniz. Teşekkür ederim. Aziz tamaşaçılar, biz bugün sizin karşınıza gerçeklerle gelmişik. Bu kanalımız, YouTube kanalımız size gerçekleri demək üçün fəaliyyətə başlayır. Əslində bu gerçekleri siz de gözəl bilirsiniz və sosial şəbəkələrdə fəaliyyətimizdə də bizə verdiyiniz dəstəkdən hiss olunur ki, cəmiyyətimiz ölkədə baş verən hər bir şeyi bilir, bəzən detallarına qədər bilir. Ancaq insanlarda hansısa bir depressiya var, bir yorğunluq var, bir bədbinlik var. İnsanlar bəzən bu ölkənin düzələcəyinə ümidlərini itirirlər. İnsanlar bəzən daxilən sınırlar, qırılırlar. Bu da səbəbsiz deyil. Baxın, son təkcə bir neçə ilin içində ölkə iqtisadiyyatı haradan hara gəldi. Yəni, bugün əgər biz ölkəmizin iqtisadi vəziyyətini, hər bir ailənin iqtisadi durumunu, hər bir Azərbaycan vətəndaşının həyatını çox yox, 2 il, 3 il əvvəlki olan vəziyyətlə, yəni birinci devalvasiyadan öncəki vəziyyətlə müqayisə etsək, görərik ki, bu qısa bir zaman ərzində ölkəmizdə nə qədər acınacaqlı bir vəziyyət yaranıb və əslində bu vəziyyət artıq siz dediyiniz kimi problem deyil, artıq bu bir faciə çevrilməkdədir. Əgər insanlar dövlətin yaratma siyasəti nəticəsində, hakimiyyətin yaratma səriştəsiz fəaliyyəti nəticəsində baş verən 2 devalvasiyanın sonuclarına görə bank kreditlərinin əsarətinə düşüblərsə, yəni onların bu vəziyyətə düşməsinin səbəbi məhz yaratma siyasətdirsə, hakimiyyətin düzgün yönetilməməsidirsə və bunun nəticəsində insan intihar edirsə, son hədd olaraq öz həyatına, əziz canına qıyırsa, bu artıq problem deyil, bu artıq faciədir və bu durdurulmalıdır.
Əgər biz millətimizin bu 21-ci əsrdə bütün dünyanın artıq yüksək texnologiyalara, kommunikasiyalara, texnoloji elmi inkişafı, elmi tərəqqiyə kökləndiyi bir əsrdə, bir vaxtda təhsilimizin adi elementar standartlara belə cavab verməməsindən danışırıqsa, övladlarımızın hətta Sovet dövrünün standartlarına belə çox, müqayisədə belə çox geridə qalmış bir təhsilin onlara təqdim edildiyini görürüksə, bu artıq problem deyil, bu artıq faciə, millətin gələcəyinə balta vurmaqdır, bu millətin gələcəyinə Bütün sahələrdə özür. Bütün sahələrdə Səhiyyədə belə deyil, nə bilim, iqtisadiyyatda belə deyil. Tamamilə doğrudur. Və ya daxili siyasəti qoyaq bir kənara, yəni iqtisadi sfera, təhsil sferasına, sosial sferə toxunuruq. Beynəlxalq münasibətlər prizmasına nəzər salaq. Yəni, çox ağrılı bir durumdur, çox ağrılı bir vəziyyətdir. Azərbaycan insanı, Azərbaycan vətəndaşı çox vətənpərvər bir insandır. O, bir çox hallarda öz daxili problemlərini, ailə daxili problemlərini, maddi problemlərini sıxmağı, unutmağı, üstündən keçməyə bacarır. Amma baxın, görün, beynəlxalq sahədə, bu sferada bugün Azərbaycanın imici hansı səviyyələrə gəlib çatıb? Avropa Şurası Parlament Assambleyasında məhz Azərbaycan korrupsiyası ilə bağlı ekspertlər təyin edilib. Ekspert Avropa Şurasının korrupsiya bulaşması faktını araşdıracaq və bu işlərin içində Avropa Şurasının ən yüksək səviyyədə rəhbərliyi var. Artıq deməli, prezidentlik vəzifəsindən uzaqlaşdırılmış Pedro Agramuntdan İtaliyanın keçmiş nümayəndəsi Luca Valanti'dən tutmuş bir çox deputatlar var. Yəni, bugün Azərbaycan Avropa Şurası Parlament Assambleyasında elə bir imic ilə özünü tanıdır. Maltada hansı hadisələr baş verir? Bugün Malta hökuməti istifaya getmək məcburiyyəti ilə üstə qalıb və bu istifanın, bu səbəbi korrupsiya və məhz Azərbaycan mənşəli korrupsiyadır və Azərbaycan mənşəli pulların deməli, yaratdığı bir bank Maltada böyük bir dövlət səviyyəli bir sarsıntı yaradıb, bir təlatüm yaradıb, bir çevriliş demək olar yaradıb. Və hər kəs söhbətin Azərbaycan korrupsiyasından getdiyini bilir. Həmin o Maltalı baş naziri, bu korrupsiya cinayətlərinə bulaşmış baş naziri Avropa Parlamentinə dəvət edirlər. Hesabat üçün Avropa Parlamentinə dəvət edirlər və Avropa Parlamenti Azərbaycan mənşəli korrupsiyanı araşdırmağa başlayır. Amerika Birləşmiş Ştatlarının Konqresində, Senatında Magnitski qanunu çərçivəsində hazırlıqlar gedir. İnsan haqlarını pozan, şəxsiyyət əleyhinə həbsdə olan insanlara qarşı cinayətlər törədən, onlara işgəncələr verən, şəxsiyyət əleyhinə cinayətlər törədən hüquq mühafizə orqanı əməkdaşlarının, digər dövlət sistemində çalışan digər məmurların, vəzifəli şəxslərin siyahısını hazırlayır. Bu istiqamətdə dinləmələr aparılır, hazırlıqlar aparılır və yenə də bu siyahıda öndə gedən ölkə Azərbaycandır. Çünki bugün siyasi məhbusların sayına görə Azərbaycan hətta dünyada heç şübhəsiz ki, avtoritarizmin dayağı olan, sütunu olan Rusiyadan belə öndədir. Bugün Azərbaycanın siyasi məhbuslar sayına görə Rusiyadan da belə önə çıxır. Və belə olan vəziyyətdə bizim niyyətimiz vətənimizi xilas etməkdir, ölkəmizi xilas etməkdir. Yəni, bu siyasi mücadilə deyil, bu siyasi dava deyil. Artıq münasibətlər elə bir müstəviyə gəlib çatıb ki, burada artıq siyasət belə bir kənarda qalıb. Bu, milli mücadilədir. Bu, vətəni vəziyyətdən, düşdüyü ağır vəziyyətdən xilas etmək üçün hər bir Azərbaycanlının tərəfi olmalı olduğu, içində olmalı olduğu bir mücadilədir. Və mən əminliklə deyirəm ki, əgər bugün bu faciələrimiz davam edəcəksə, əgər bu faciələrimizin qarşısı durdurulmayacaqsa, bundan təkcə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri ziyan görməyəcək, bundan təkcə müxalifətçilər, xalq cəbhəçilər ziyan görməyəcək. Bütün xalqımız, bütün dövlətimiz o cümlədən hətta bugün formal olaraq hakimiyyətin tərəfində olan insanlar belə ziyan görəcəklər. Bu baxımdan mən hesab edirəm ki, biz bura gerçəkləri deməyə gəlmişik və gerçəklər nə qədər çox deyiləcəksə, düşünürəm ki, onların reallaşması da bir o qədər asan olacaq. Minnətdarım. Elə müdrik Siceronun belə bir sözü var ki, məhkəmələrin rüşvətlə işləməsi onun sifarişlə işləməsindən yaxşıdır. Yəni, indiki hüquq mühafizə orqanlarımız, məhkəmələrimiz bir çox hallarda rüşvətdən daha çox sifarişə üstünlük verir və təsadüfi deyil ki, bu sifariş nəticəsində neçə insanlarımız bu gün həbsdədir. Belə məsələlərə
bizim kanal yəqin ki, belə məsələlərə də diqqət ayıracaq. Bu problemin demək bilicilərindən biri bizim sevimli ədliyyə generalımız Vida Demir Kemal. Qardaşım, xahiş edərdim, siz də bir neçə kəlmə deyəsiniz. Azərbaycandakı mövcud durum və qanunvericiliyi ilə bağlı eyni zamanda hüquqi dövlət qurmaq iddiasında olan bir insanların toplumu deyil. Çünki 2000-ci ilin əvvəllərində Azərbaycanda beynəlxalq təşkilatların onların məsləhətindən, tövsiyələrlə qəbul olunmuş qanunlar Azərbaycanı əslində Avropa inteqrasiya eləmək. Yəni Azərbaycan 2000-ci ilin əvvəllərində bir qanunverici sistemi yaratmağa borçlu idi. Amma görünən budur ki, bu iqtidar dövründə zaman-zaman bu iqtidar özünün qəbul etdiyi qanunları pozmaqla və eyni zamanda həmin qanunlara tüpürməklə məşğul. Birinci növbədə hər bir dövlətin baza qanunu, əsas qanunu konstitusiya. Siz fikir verirsiniz, bu hakimiyyət dövründə bu konstitusiyaya 3 dəfə konstitusiyanın özünün qadağan etdiyi müddəaların referenduma çıxarılmasını şahid olmuşuz. Özü nə ilə bağlıdır? Bu xalqın rifahıyla bağlı deyildi, bu iqtisadi sistemin dəyişməsindən bağlı deyildi, bu hər hansı bir sosial islahatla bağlı deyildi. Sadəcə olaraq ailə hakimiyyətinin möhkəmləndirilməsi üçün bu iqtidar 3 dəfə konstitusiyaya təcavüz edir. İkinci, zaman-zaman sərbəst toqquşma, azadlıq haqqında qanunlar, siyasi partiyalar haqqında qanunlar, cinayət prosesual, mülki prosesual məcəllələrə, inzibati məcəlləyə, bunlar xeyli mürtəci əlavələr edirlər. Yəni, əslində qalanda, siz yəqin bilirsiniz ki, son dövrlərdə insanlardan cərimələrin yığılması. Cərimə o cəmiyyətdə realdır və o cəmiyyətdə səmərə verir ki, həmin cəmiyyətin özü yaşayır, cəmiyyətin müəyyən maddi rifahı var. Az, işsiz kütlədən o cərimələrin yığılması və o korrupsioner məmurların bacaraksız idarə etməsinin bədəlini xalqa ödətmək, bu hakimiyyətin payına düşürdür. Bu hakimiyyət ondan zövq alır. İkinci bir məsələ insanların yaşamaq hüququnun əlindən alınması. Görürsünüz, fədakar insanlar var, müəyyən şeylər deyə bilirlər, deyirlər, mitinglərə çıxırlar. Bu insanlara qarşı çox böyük amansız repressiyalar başlayıbdır. Saxta ittihamlar, saxta sübutlar və çox qəribədir ki, bu saxta ittihamlara hüquq mühafizə orqanlarının sırasına məhkəmə də qoşulubdur. Məhkəmə əslində cəmiyyətdə ədalət mühakiməsinin hətta mücəssəmə bir orqanıdır. Yəni, hesab edin ki, antik dövrlərdə görürsünüz, müdrik insanlar ədalət və qanunçunun simvolu kimi ilahə götürüblər Femidanı. Femidanın gözləri bağlıdır, yəni o heç nəyi görmür. Əlində iti qılıncı var, bir əlində tələsi var. Tələdi ilə günahı çəkir, təqsiri. Və əgər lazım gəlsə, o qılıncdan onun boynunu vurur. Bizim bu iqtidar bu Femidanın gözünü açıqdır, əlindəki tələsini vurubdur, özlərinin əməlləri kimi nadir bir təzir ediblər bunun əlinə və üçüncü də bunun o qılıncını çoxaldıqlar. Yəni bu mənada ədalət mühakiməsini onlar çevirirlər artıq repressiya orqanından. Və bu da bütün bunların da fonunda insanları həmin o qanunsuz və əsassız çıxarılan qətnamə hökmlərdən informasiya almaq azadlığı. Burada məhkəmə açıqlıq prinsipsi var. Görürsünüz, xalqın, belə deyək də, istədiyi, xalqın özünü maraqlandıran proseslər var ki, onlar geniş meydanlarda, geniş zallarda olmalıdır, xalq daha çox iştirak eləməlidir. Bunlar əksinə, götürürlər həmin o məhkəmə açıq prinsipini bu formada məhdudlaşdırırlar. Daha aktual məhkəmə proseslərini salırlar 15-20 nəfərlik bir zala, onu da yarısı özləri doldururlar. Jurnalistlərin buraxması qadağan oldu, ictimaiyyətin iştirakı, qeytin iştirakı qadağan oldu. Yəni bu mənada onlar belə qanunların nihilist münasibət bəsləyirlər, qanunları tüpürə gəlirlər və güman edirəm ki, bu yeni Milli Şuranın
YouTube kanalı bu məsələləri aydınlaşdırmalıdır, bu məsələləri ortaya çıxarmalıdır. İnsanlara bu məhkəmə proseslərlə bağlı, repressiyalarla bağlı, qanunculuğun pozulmasıyla bağlı, sistemin titrəməsindən bağlı məlumatları gəlməkdə tutmalıdır. Ayrıca bir veriş eləyən Mən də cümə edirəm. Çox olun, minnətdaram. Mən tam səmimi sözümdür. Mənim üçün həyatda xalq, vətən anlayışı müqəddəsdir. Mənə elə gəlir ki, elə bir çoxlarımız üçündür. Eləcə də bizim alın tərimizlə, hətta az qala qanımızla qazandığımız dövlətçilik. Bu müqəddəs sayılır. Amma əslində Azərbaycan hakimiyyəti, Azərbaycan hökuməti bu dövlətçiliyi təmsil eləməlidir. Çox təəssüf ki, Özü pozur. hakimiyyətlə Azərbaycan dövlətçiliyin arasında bərabərlik işarəsi qoymaq olmur. Bəlkə də bir çox ağrılarımız elə deyil, əlbəttə. Bundan irəli gəlir. O cümlədən tutaq ki, biz deyirik ki, artıq bütün dünya ictimaiyyəti də bilir ki, beynəlxalq təşkilatlar da bilir ki, Azərbaycanda Gültəkin xanım da qeyd elədi, çoxlu sayıda siyasi məhbuslar var. Bu bizim dövlətçiliyimizə kölgə salan məsələlərdir. Bizim Azərbaycanın imicinə ləkə salan məsələlərdir. Bu problemlərlə çox yaxından bizim hörmətli Oqtay Güləliyev məşğul olur. Məndən qabaq çıxış edən həmkarlarımın fikirlərinə qoşularaq bildirmək istəyirəm ki, ölkədəki real ictimai-siyasi vəziyyət, ağır iqtisadi durum, söz ifadə azadlığının hər addımbaşı məhdudlaşdırılması cəhdləri Milli Şura olaraq bizi məcbur etdi ki, biz alternativ fikir tribunası yaradaq və sözümüzü demək üçün müəyyən imkanlardan istifadə edək. Məhz Milli Şura kanalında bu zərurətdən irəli gələrək bu günləri meydana gəlir və mən inanıram ki, sizlərin dəstəyi ilə biz bu istiqamətdə müəyyən işlər görə biləcəyik. Ölkədə nə baş verir? Məndən qabaq çıxış edən dostların fikirlərinə qatılaraq bildirmək istəyirəm ki, bu günləri Azərbaycan keçən əsrin 37-ci illərindən də ağır və bərbad bir səviyyədə idarə olunur. Yəni, insanlar baxışlarına görə, fikirlərinə görə günün günorta çağı çox asan şəkildə şəhərlərə həbs olunur. Həbsə atılan insanlar həbsxanada müəmmalı şəkildə həyatına son verilir. Biz Mehman Qələmdaroğlu timsalında bunu açıq-aydın gördük. Və həyatına son verilmiş insanların nəişi yaxınlarına verilməkdən imtina olunur. Onlar gizli şəkildə dəfn olunur. Eləcə də vətənə xəyanət adı ilə, casus adı ilə insanlar güllələnir və gətirilib gecənin birində qohum əqrabasının, hətta müsəlman adət-ənənlərinə zidd şəkildə qəbirstanlıqda dəfn olunur. Yəni, nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti hal-hazırda heç bir dünyanın tanımadığı, bir əsrdən də öncəki illərə qayıdıb, ondan da bərbad səviyyədə ölkəni idarə eləmək istəyir. İnsanları susturmaq istəyir. Susturmaq istəyir ki, öz korrupsiya əməllərini daha rahat, daha aydın şəkildə həyata keçirsin. Ölkəmizin aparıcı, tənqidçi, müxalif saytlarının əksəriyyəti bloklanıb. Onlara geniş imkanları xeyli məhdudlaşdırılıb. Uzun müddətdir ki, müxalif düşüncə sahibləri, fərqli fikir insanları televiziyalara buraxılmır. Televiziya yalnız bir ailəyə xidmət edir. Vətəndaş cəmiyyəti sıradan çıxarılıb. Azadlıq qəzetinin timsalında çap məhsullarının fəaliyyəti dayandırılır. Müstəqil, azad fikri ifadə etmək xeyli çətinləşir. Amma bütün bunlara baxmayaraq, xalqımızın düşdüyü ağır iqtisadi sosial duruma adekvat münasibət göstərən və insanlarımızın rifahının yaxşılaşması, söz ifadə azadlığının gerçəkləşməsi istiqamətində fəaliyyətini genişləndirmək üçün Milli Şura belə bir kanal yaradır və bu kanalı sizlərin üzünü açır və sizlərlə birlikdə ölkəmizin ağır, dərdli problemlərini müzakirəyə çıxarır. Təbii ki, mən düşünürəm ki, bu kanalın əsas aparıcı mövzularından biri siyasi məhbuslarla bağlı olacaq. Məndən qabaq da qeyd olundu, bu günləri Azərbaycan siyasi məhbusların sayına görə bilirsiniz ki, hal-hazırda ölkəmizdə 160-dan artıq siyasi məhbus var, Avropanın lider ölkələrindən biridir. Və eyni zamanda mən sizin üçün bir məlumatda paylaşım ki, Avropa Şurası Parlament Assambleyasının apardığı araşdırmalara görə Azərbaycan Avropada qeyri-siyasi, yəni adam başına düşən ümumi məhbusların sayına görə 3-cü yerdədir. Yəni siz fikir verin ki, hakimiyyət öz vətəndaşlarına qarşı hansı münasibəti sərgiləyir, hansı repressiv tədbirləri həyata keçirilir. Təbii ki, bu vəziyyətdə bizim danışmaq, söz demək, həmin siyasi məhbusları müdafiə etmək vəzifəmiz var, borcumuz var
və biz bu kanal vasitəsilə siyasi məhbusların hüquqlarının müdafiə olunması, onların daha geniş şəkildə cəmiyyətə təqdim olunması, ümumiyyətlə Azərbaycanda siyasi məhbus probleminin həll olunması, ifadə azadlığının təmin olunmasına çalışacağıq. Dəyərli dostlar, gözəl bir fikir var, deyir, zor haqdan qabağa keçə bilər, amma həmişəlik onu əvəz edə bilməz. Bu günləri Yeni Azərbaycan Partiyasının, Azərbaycan hakimiyyətinin timsalında ölkəmizdə zor haqdan qabağa keçib. Amma mən inanıram ki, sizlərin dəstəyi ilə biz Milli Şura olaraq haqq ədalətin öz layiqli tutmasına yardımcı olacağıq. Və düşünürəm ki, bizim Milli Şura kanalda bu istiqamətdə öz səmərəli fəaliyyətini davam etdirəcək. Ən şərəfli söz mənə elə gəlir ki, bu mübarizə tariximizdə ən şərəfli belə deyək, bir mərtəbənin özü istiqlalcı deputat. Yəni Azərbaycanın istiqlalının baislərindən biri belə deyək, səbəbkarlarından biri. O bizim hörmətli İbrahim İbrahimlidir. Buyurunuz. Teşekkür ederim Eldeniz Bey. Əziz həmvətənlər, Milli Şuranın təqdim elədiyi bu kanalın başlıca məqsədlərindən biri sizinlə birbaşa canlı əlaqə qurmaq, ünsiyyət yaratmaq və sizlərin mətbuata çıxışını təmin eləməkdir. Çünki son dövrlərdə Azərbaycanda müstəqil fəaliyyət göstərən, azad, qərəzsiz, obyektiv mətbuata qarşı hakimiyyət çox kəskin, qərəzli repressiya aparatını işə salıb. Hətta Ədliyyə Nazirliyinin qərarı ilə, ittihamı ilə məhkəmələrdə ölkədə fəaliyyət göstərən müstəqil mətbuatın fəaliyyətinə qadağan qoyulub və bloklanıbdır. Məqsədimiz sizinlə ölkədə baş verən hadisələrin sizə çatdırmaq, sizin diqqətinizə çatdırmaq, sizinlə bölüşmək. Çünki ölkədə çox ciddi, ağır və təhlükəli hadisələr gedir. Ən böyük təhlükə isə hakimiyyətin özüdür. Təsəvvür edin ki, ölkənin, dövlətin qorunmasına birbaşa məsuliyyət daşıyan, dövlətin bel sütunu hesab olunan Milli Təhlükəsizlik Nazirliyinin 20 generalı həbsxanada və onlarla bağlı məhkəmə prosesi gedir. Və yaxud da təsəvvür edin ki, ölkənin informasiya təhlükəsizliyinə birbaşa cavabdeh olan Rabitə Nazirliyinin böyük bir heyəti məhkəmə prosesi gedir. Və nəhayət, ölkənin sərhədlərinin qorunmasında, müstəqilliyimizin qorunmasında birbaşa məsuliyyət daşıyan ordumuzda artıq hakimiyyətin özünün də verdiyi məlumat kimi çox böyük qorxulu hadisələr gedir. Hakimiyyət ölkə üçün, müstəqilliyimiz üçün təhlükəli bir hədəfə çevrilir. Məqsədimiz ölkədə baş verən qorxulu hadisələrin informasiyaları sizə çatdırıb, sizinlə bölüşmək, sizinlə ölkədə baş verən hadisələrlə bağlı dialoq təşkil etmək və çıxış yollarını axtarmaqdır. Artıq hakimiyyət ölkədə bütün müstəviləri ləğv edib. Bütün siyasi, hüquqi, iqtisadi, sosial müstəvilər ləğv olunubdur. İndi yalnız və yalnız söhbət hakimiyyət uğrunda mübarizədən getmir. Yalnız və yalnız söhbət ləyaqətli cəmiyyət uğrunda mübarizədən gedir. Bir müddətdən sonra bu hakimiyyət elə bir təhlükəli məqama gətirib çıxara bilər ki, bizim müstəqilliyimiz də, bizim şərəfimiz də, ləyaqətimiz də itirilə bilər, tapdanıla bilər. Mən inanıram ki, biz bu dialoqlar vasitəsilə birbaşa sizin köməyinizlə bizim sizə göstərdiyimiz, verdiyimiz informasiyalar və göstərdiyimiz örnəyin vasitəsilə biz ölkəmizi bu ağır, təhlükəli vəziyyətdən çıxaracağıq. Vəziyyət çox ağırdır, amma çıxılmaz deyil. Bu vəziyyətdən çıxmaq üçün ölkədə çox ciddi mübarizə aparan və sınavlardan çıxaran Milli Şura və Milli Şuranın tərkibində fəaliyyət göstərən Azərbaycan Xalq Cəbhəsi, digər siyasi partiyalar, gördüyünüz vətəndaş cəmiyyətinin üzvləri, müstəqil ictimai siyasi xadimlər var. Sizləri Milli Şuranın ətrafında birləşməyə
və Milli Şuranın rəhbərliyi altında çox çətin də olsa, amma şərəfli mübarizəyə səsləyirəm və inanıram ki, bu mübarizədə biz sizlərlə bir yerdə qalib gələcəyik. Çətin mübarizəmizdə həmişə örnək olan, nümunə göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramdır. Buyuruz. Çox sağ olun, Dənizli. Mən də hər birinizi salamlayıram. Milli Şuranın missiyası Azərbaycanın da demokratiyanın bərqərar olması, Azərbaycanda şahın yox, qanunların şah olduğu bir cəmiyyət qurmaq missiyasıdır və bu istiqamətdə biz fəaliyyətimizi davam etdiririk. Bilirsiniz ki, bizim xalqımızın hüquqlarından, onların azadlıqlarının təmin olunmasından, Azərbaycanın gələcəyindən başqa bir missiyamız yoxdur. Və bugün Milli Şura kanalı vasitəsilə də biz sizə xitab eləyirik. Ona görə ki, ölkədə mövcud Azərbaycan hakimiyyəti insanların informasiya almaq imkanlarını məhdudlaşdırır. Bilirsiniz ki, son dövrlər 5 müstəqil informasiya saytı, 5 müstəqil sayt məhkəmə vasitəsindən bloklanıb, yeganə qəzet olan Azadlıq qəzetinin çapına maneçilik törədilir, internetin sürəti azaldılır. Azərbaycan hakimiyyətinin marağı ondan ibarətdir ki, Azərbaycanı sürətlə Şimali Koreyaya doğru aparsın, Azərbaycanı Şimali Koreyalaşdırsın. Milli Şura olaraq bizim missiyamız isə Azərbaycanı Avropaya inteqrasiya doğru aparmaqdır və bu istiqamətdə fəaliyyətimizi bütün repressiyalara rəğmən hər zaman aparırıq. Dövlət başçısı deyir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunub. Yəni, o necə azadlıqlar təmin olunub ki, bu ölkədə bir müstəqil televiziya yoxdur, bir müstəqil sayt yoxdur, bir müstəqil qəzet yoxdur və insanların aid internetə çıxışı belə məhdudlaşdırılır. Düşünürəm ki, Milli Şura kanalı bütün bu boşluqları dolduracaq. Tək bu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərinin, Milli Şura rəhbərliyinin deyil, bütün Azərbaycan xalqının maraqlarının ifadəçisi olan bir kanal olacaq və hər kəsin problemləri burada müzakirə olunacaq. Biz düşünürük ki, Milli Şura kanalında biz Azərbaycan insanını, ölkə əhalisini narahat edən bütün məsələlər müzakirə olunsun. O cümlədən gənclərlə bağlı, xanımlarla bağlı, sosial məsələlərlə bağlı, digər hüquqi məsələlərlə bağlı problemlər də burada müzakirə olunacaq və cəmiyyətin digər tanınmış insanlarını da biz siyasi fəalları da, gəncləri də, fəal xanımları da bu Milli Şura kanalında görmək istəyirik və mən düşünürəm ki, biz Çinimizdəki bu missiyanı sonacan yerinə yetirəcəyik və Azərbaycan hakimiyyətinin istədiyi kimi Şimali Koreyaya doğru yox, Avropaya doğru öz yönünü sona qədər davam etdirəcək və Azərbaycanda tezliklə demokratiya bərqərar olunacaq və biz Milli Şura kanalı vasitəsindən heç bir vaxt Azərbaycan insanını informasiyasız, gerçək məlumatsız, həqiqətsiz qoymayacaq. Təşəkkür edirəm. Sağ olun. Vahid müəllim, Vahid Məhərrəmli, iqtisadçı, iqtisadiyyat üzrə ekspertdir, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. Azərbaycanı və Azərbaycan torpağının problemləri, şəxsi problemləri qədər, bəlkə də ondan da üstün Azərbaycanımızın ağrısını öz ağrısı hesab edib. İstərdim ki, siz də bir neçə kəlmə deyəsiniz. Teşekkür ederim Deniz Hanım. Değerli dinleyiciler, mən də hər birinizi salamlayıram. Yaxşı ki, bizim indi demək olar ki, özümüzün Milli Şuranın müstəqil kanalı olacaq və bu kanal vasitəsilə lazımi informasiyanı biz sizinlə bölüşə biləcəyik. Ümumiyyətlə, son zamanlar Azərbaycanda sosial-iqtisadi vəziyyət getdikcə pisləşir. Çox təəssüflər olsun ki, bu tendensiya davam edir. Və artıq uzun müddətdir ki, Azərbaycanda deyək ki, o istehsalla bağlı, idxalla bağlı, ixracla bağlı, bazarla bağlı çox ciddi problemlər var və bu problemlər öz həllini tapmır. Və bu da gələcəkdə bizim bu sahədə deyək ki, problemlərin olacağını deməyə əsas verir. İndiki zamanda Azərbaycan qonşu ölkələrlə müqayisədə
Demək olar ki, bizdə işsizliyin sayı çoxdur. Baxmayaraq ki, hökumət iddia edir ki, güya Azərbaycanda işsizliyin, yoxsulluğun səviyyəsi təxminən 4,9%-dir. Əslində isə hamıya bəllidir ki, və siz də gözəl bilirsiniz ki, ölkə əhalisinin, iş qabiliyyətli əhalinin yarıdan çoxu bugün işsizdir. Və çox təəssüflər olsun ki, işsizlərin sayı get-gedə artır. Bu da ona görə baş verir ki, çoxlu sayda sənaye müəssisələri, istehsal müəssisələri qapadılır, bağlanılır. Və bütün bunların mövcud olan problemləri biz çalışıb bu kanal vasitəsilə müzakirəyə çıxardacağıq və problemlərin həlli istiqamətində öz töhfələrimizi verəcəyik və hakimiyyət qarşısında hətta tələb qoya biləcəyik ki, bu problemləri hansı müddətə həll edə bilərlər. Biz sizinlə ölkənin tanınmış iqtisadçılarını bu kanal vasitəsilə sizə onların təlimatını təşkil edəcəyik və müzakirələrə çıxarılan məsələlər əsasən gündəlik sizi narahat edən məsələlər olacaq. Bugün ölkədə demək olar ki, Azərbaycan özünün ərzaq mallarına olan tələbatını ödəyə bilmədiyi üçün keyfiyyəti aşağı olan mal məhsul gətirilir və ithal inhisarda olduğu üçün gətirilən mal məhsul dəyərindən dəfələrlə artıq qiymətə təklif olunur. Biz apardığımız araşdırmalar göstərir ki, digər ölkələrdə, hətta bizdə təklif olunan mal məhsulun qiymətindən 2 dəfə aşağı dəyərdə təklif olunur digər ölkələrin istehlakçılarına. Azərbaycan istehlakçıları bir tərəfdən əldə etdiyi məhsulun qiymətindən bağlı dediyim kimi problem var, qiymət həddindən artıq şişirdilir. Digər tərəfdən keyfiyyəti ilə bağlı problemlər var. Biz dəfələrlə bunu demişik. Bugün Azərbaycan əhalisinə yedizdirilən o çörəyin unu 4-cü, 5-ci sinif buğdadan əldə olunan buğdadan alınan undan hazırlanır. Halbuki qonşu Gürcüstanda 15 il bundan əvvəl 4-cü, 5-ci sinif buğdanın idxalına qadağa qoyulmuş. Və qısa olaraq onu da deyim ki, son zamanlar bilirsiniz ki, Azərbaycan hökuməti artıq Sovet Respublikalarının, vaxtilə Sovet Respublikaları olmuş devlətlərin imtina etdiyi təsərrüfat mexanizmini Azərbaycanda yenidən tətbiq edirlər. Planlı təsərrüfata keçirlər və yuxarıdan tapşırıq verilir. Yəqin ki, siz də bilirsiniz ki, bu il pambıq əkini demək olar ki, 3-cü dəfə artıq başlanılır. 2 dəfə səpin aparıldı, çıxış vermədi. Və bu da ondan xəbər verir ki, bu sahədə də, yəni normal biznes mühiti yaradılmadığı üçün yuxarıdan göstərişlə bu işlər həyata keçirilir. Əlbəttə, belə fəaliyyət yaxşı nəticə verə bilməz. Və bugün bu işlə məşğul olan kəndlilər demək olar ki, zərərə məruz qalacaqlar və bu bərbaşdan artıq bəllidir. Yaxın zamanlarda hər halda biz görüşəcəyik bu kanalda və düşünürəm ki, daha geniş mövzuda biz çıxış edəcəyik. Təşəkkür edirəm. Mən hamıya təşəkkür edirəm. Kanalımızın da ayağı sayalı olsun, uğurlu olsun. Hər halda biz o məşhur filmdə kimi çalışacağıq ki, o mərhələdə aparan yolu göstərək, cəhd eləyik ona, işığı aparan yolu göstərək. Nətər deyərlər, adını biz qoyduq, ömrünü Tanrı versin. Əslində bu bizim kanaldan daha çox sizin kanal. Sağ olun.